O zövq alacağınız o bir həyat yaşamaq istəyirsinizsə, öz seçimləriniz, öz qərarlarınızı yaşamalısınız. Orada bir şey unutmayın ki, sizin ideal vəziyyətiniz sizin özünüz olmağınızdır. Salam əziz izləyicilər, bu videoda sizlərlə bizim özümüzün ən yaxşı versiyasına çatmağımız, bizim gerçəkliyi anlamağımız və uğurumuzu əldə etməyimiz yolunda edilən bir öncəliyi sizlə bölüşmək istəyirəm. Video başlamazdan əvvəl sizdən xahişim odur ki, videolarımı izləyirsinizsə və bəyənirsinizsə, videolarımı bəyənməyi və kanalıma abunə deyilsinizsə, abunə olaraq dəstək olmağı və rəylərdə öz fikirlərinizi, müzakirələrdə qeyd etməyi sizdən xahiş edirəm. Gələk videomuzun mövzusuna. Bu videoda sizlərlə demək, bizlərin bu həyatda ən yaxşı versiyamıza sahib olmağımız yolunda etməli olduqlarımızdır. Bir çoxlarımız buradan başlayaq söhbəti ki, bir çoxlarımız həyatımız boyu ən çox da evimizdə valideynlərimiz tərəfindən bizə deyilib ki, camaatın uşağı filan şeylər eləyir, qonşunun uşağı filan yerə daxil oldu, nə bilim, dayın oğlu, xalanın oğlu, bibin oğlu gör nələr elədi. Bu tip nümunələr verərək və sonda deyilir ki, sən neynəmisən? Deyirlər ki, camaatın övladı filan şeyə sahib olur, filan yerə daxil olur, filan balla institutuna daxil oldu, amma sən neynəmisən? O camaatın uşağına oxşa falan filan belə nümunələr verilərək bizi camaat deyilən uşaq ilə müqayisə edirlər. Ancaq hələ də bu camaatın uşağı kimdir bilinmir, bu biraz yumor olsun. Yəni demək istəyirəm ki, həyatda bizlərin gözəl versiyamız bizim özümüz olmağımızdır. Sizlər mükəmməl olmalı deyilsiniz. Mükəmməl olmaq məcburiyyətində deyilsiniz. Sizlər sadəcə olaraq özünüz olmalısınız. Sizin zövqləriniz, sizin istəkləriniz, seçimləriniz, qərarlarınız, hadisələr qarşısında verdiyiniz reaksiyalar, bunlar hamısı sizin özünüzə xas olan xüsusiyyətlərinizdən yaranmalıdır. Deyək ki, bir çoxumuzun yetkinlik dövründə, daha doğrusu yeniyetməlik dövründə bu hadisələr, bu hissiyat hamıda olur ki, filmlər, seriallar izləyirik və özümüzü həmin o seriallardan tapdığımız bir dənə ideal aktyora oxşatmaq istəyirik. Bu hər bir yetkinlik yaşında, daha doğrusu yeniyetmə yaşında olan bir uşağın başına gələn bir hadisədir. Bunu etmək də bir növ yanlışdır. Buradan sözüm valideynlərə deyir ki, əziz valideynlər, uşaqlarınızın izlədikləri seriallardan, izlədikləri filmlərdən seçdiyi idealları bürünmələrinə, seçdiyi idealların tipində xarakterlərini, öz xarakterlərini, öz davranışlarını formalaşdırmalarına izin verməyin. Sizlər daima uşaqlarınızı izləməlisiniz. Uşaqlarınızın, övladlarınızın sizin nəzərinizdə olmalıdır. Yəni ki, bu demək deyil ki, onların istək və zövqlərinə qarşı çıxmalı və özünüzün istək və zövqlərini onlarınki etməyə məcbur etməlisiniz. Xeyr. Burada mənim demək istədiyim ondan ibarətdir ki, övladlarınızı izləyin. Əgər hansısa bir serialdan, hansısa bir filmdən izlədiyi bir aktyoru ideolog olaraq qəbul edirsə və həmin aktyora bənzəmək üçün xarakterini, davranışlarını, geyimini, göz, üz hərəkətlərini dəyişirsə, övladınızı xəbərdarlıq edin. Övladınıza sakit və düzgün bir tərzdə məsləhətlər verin ki, sizin yəni sənin gözəl versiyan sənin özün olmağındır. Çalışın uşaqlarınıza lap uşaqlıq yaşında təbliğ etmək bacarın ki, təbliğ edin ki, qoy bilsin, ta uşaqlıqdan dərk etsinlər ki, onların super vəziyyətləri, onların ideal vəziyyətləri kiməsə oxşamaq deyil, tamamilə özləri ola bilməkləridir. Bunu onlara sizlər aşılamalısınız. Sizlər təbliğ etməli, onların şuurunu oturtdurmalısınız ki, onlar özləri ola bilsinlər. Bu həyatda bizlərin başımıza müxtəlif hadisələr gəlir. Bunlar ən çox da 22, 23, 25 yaşdan sonra olur ki, demək həyatda sərbəst addımlar atmağa başlayırıq, sərbəst seçimlərimizi etməyə başlayırıq. Əgər bizlər
bu yaşımız o qədər, 25 yaşımız o qədər özümüz o bilməmişiksə, öz seçimlərimizi o verə bilməmişiksə, o deyək ki, valideynlərimizin o verdiyi seçimləri qəbul etmişik, o deyək ki, hansısa bir ideal aktyorun o seçim qərarlarını uyğunlaşdırmışıq özümüz, o deyək ki, o dostlarımızı özümüz uyğunlaşdırmışıq, ətrafımızı özümüz uyğunlaşdırmışıq. Əgər o belə eləmişiksə, 25 yaşdan sonra bizlər özümüz o gözəl bir o gələcək o qura bilməyəcəyik. Əgər özünüzə ideal bir gələcək, sizinki o bilən bir uğurlar əldə etmək istəyirsinizsə, həmin o gələcəyinizdə, uğurlarınıza o sahib olmaq istəyirsinizsə, özünüzün o qərarlarını ta indidən verməyi bacarmalısınız. Bir insan nə zaman sərbəst olar, relaks olar? O demək, həmin insan öz qərarları ilə, öz seçimləri ilə həyatını yaşadıqda sərbəst və relaks ola bilər. Əgər sizlər başqasının fikir və düşüncələrini özünüzün həyatına yansıdırsınızsa, öz qərarlarınızı o başqalarının fikirləri və düşüncələri ilə verirsinizsə, siz heç vaxt rahat, sərbəst ola bilməyəcək və bu sizin xoşbəxtliyinizi də əlinizdən alacaq. Əgər xoşbəxt bir həyat yaşamaq istəyirsinizsə, zövq alacağınız o bir həyat yaşamaq istəyirsinizsə, öz seçimləriniz, öz qərarlarınızla yaşamalısınız. Və bir şey unutmayın ki, sizin ideal vəziyyətiniz sizin özünüz olmağınızdır. Sizi batıran, sizi uçuruma sürükləyən vəziyyət isə sizin kiməsə oxşamağınız, və ya həyatınızdakı o qərarları kiminsə fikir və qərarları ilə təyin etməyinizdir. Əziz izləyicilər, videonun sonuna gəldik. Bu videoda sizlərə mən demək bu həyatda özümüzün ideal vəziyyətinə gələ bilmək üçün öz qərarlarımızla, öz seçimlərimizlə özümüzün olduğu kimi olduğumuz vəziyyət qəbul edərək yaşamağımızdır. Yəni bunu sizlərə burada mən bildirmək istədim. Ümidvaram ki, o videodan zövq aldınız. Əgər videonu bəyəndinizsə, bəyənməyi, kanalıma abunə olmağı, bildirimləri açmağı və vacib olan isə rəylərdə öz fikirlərinizi, müzakirələrinizi yazmağınızı sizdən xahiş edirəm.